Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər 41 nömrəli Körpələr Evi uşaq bağçasında birinci böyük qrup uşaqlarının məzuniyyətinə həsr olunmuş Əlvidə bağça adlı təntənəli bayram tədbiri keçirilib. Rəngarəng musiqi sədaları altında zala daxil olan fidanlar ritmik hərəkətlər və vals rəqsi ilə öz xüsusi günlərini qeyd ediblər. Tədbirdə bağçanın rəhbərliyi, tərbiyəçi müəllimlər iştirak edib. Tədbirdə çıxış edən qrupun tərbiyəçi müəllimləri Sülhiyə Əliyeva və Zeynfira İbrahimova məzun olan balacaları təbrik edərək onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar. Musiqi rəhbəri Afət Mahmudovanın rəhbərliyi ilə hazırlanan bədii hissədə uşaqların ifasında Çağırır Vətən, Məktəbə gedəcəyik biz və müəllimlərə həsr olunmuş nəğmələr səsləndirilib. Bağça fidanları eyni zamanda doğma vətənə, müəllimlərə və bağça illərinə həsr olunmuş ürəkaçan şeirlər və öz səmimi arzularını ifadə ediblər. Tədbirin yüksək səviyyədə təşkili, müəssisədə olan mükəmməl nizam-intizam və yaradıcı mühit bağçanın müdiri Rafət Şükürovanın peşəkar rəhbərliyinin və uşaq tərbiyəsinə olan sonsuz sevgisinin növbəti bariz nümunəsidir. Rafət Şükürovanın yüksək təşkilatçılıq qabiliyyəti, müasir idarəçilik prinsiplərinə sadiqliyi və hər bir uşağın fərdi inkişafına göstərdiyi xüsusi diqqət sayəsində 41 nömrəli Körpələr Evi uşaq bağçası regionun ən qabaqcıl, nümunəvi və sevilən məktəbəqədər təhsil müəssisələrindən birinə çevrilib. Onun rəhbərliyi altında bağçada formalaşmış sağlam pedaqoji mühit, kollektivin monolit birliyi və valideyn-bağça münasibətlərinin yüksək səviyyədə qurulması gələcəyimiz olan uşaqların layiqli və intellektual vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Çıxışlarda 30 illik həsrətdən sonra işğaldan azad edilmiş müqəddəs torpaqlarımızda qazanılan möhtəşəm zəfər ruhu ilə böyüyən fidanlara gələcək yollarında firavanlıq və daim zirvələri fəth etməyə arzulanıb. Şəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.